Herkes salamlayıram. Mən Kero. Bugün sizlərlə YouTube fenomenlərindən biri olan Ahmet Can Dündar'ı öz fikrimlə eleştirəcəm və keçdik videoya. Ahmet Can Dündar YouTube'da böyük kütləsi var və bu da onun kanalını yaxşı izləməsinə səbəb olur. Amma onun məzmunu bəzi cəhətlərdə diqqət çəkir. Heç onun diqqət çəkilən, yəni onun diqqət çəkilən şeylər isə onun videolarıdır. Ona görə onun videolarını mən izah edəcəm və onun videolarında kurgu var ya yox. İndi isə bunu izah edəcəm və keçdik videomuza. Və dostlar, mən birinci bildirmək istəyirəm ki, bu mənim öz fikirlərimdir. Yəni öz fikirlərimlə mən bunu sizə izah etmək istəyirəm. Bəzən videolarına təqdim etdiyim məlumatlar başqa mənbələrdən götürülür və üzərində yeni araşdırma və fərqli baxış çox az olur. Bu YouTube'da daha orijinal məzmun axtaran izləyicilər üçün bəzən darıxdırıcı da ola bilir. İkincisi ise eyni mövzuların təkrarıdır. Canlıda çoxbat oxşar siyasi mövzulara toxunur. Bu izləyicilərə bəzi zalara təzyiq və maraqlı mövzuya gəlməsinə səbəb olur. 3. Emosional çıxışlar. Videolarında duygusal, qəzəbli tonlar olur. Bu isə bəzi izləyicilər üçün təsirli olsa da digərləri üçün bəzən çox sərt görünə bilər. 4. Başlıq və montaj tərzi. Videoların başlıqları izləyicini cəlb etmək üçün hazırlanır. Bəzən isə bu başlıqlar məzmunu tam realı əks etdirə bilər. Və dostlar, burada mən dediyim bütün şeylər öz ağlımdan gəlib, öz yaratdıqlarımdır və öz düşüncələrimdir. Mənim keçimin düşüncələrinə hörmətim var. Zəhmət olmasa siz də mənim düşüncələrimi hörmətlə yanaşın. Və dostlar, bugünkü videomuz bu qədər idi. Sağ olun, sağlıqla qalın.